Səhiyyə naziri Şanxay Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 8-ci iclasında çıxış edib. Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 8-ci iclası keçirilir. Beynəlxalq tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komitəsinin naziri Lei Haichao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu ilki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev çıxışında qeyd edib ki, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Nazir vurğulayıb ki, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir. Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli. Tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır deyə Azərbaycanın Səhiyyə naziri vurğulayıb.